Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyi cari ilin dekabrın 27-sində Azərbaycan hökuməti adından Tacikistan Respublikasının Dağlıq Badaxşan Muxtar Vilayətində baş verən güclü zəlzələ ilə əlaqədar yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından Bərə yolu ilə humanitar kərvanı yola salır. 11 maşından ibarət, ümumi dəyəri 800.000 manat olan humanitar yardıma 9 ton yarım qənd, 9 ton yarım şəkər tozu, 15 ton düyü, 3 ton çay, 16 tondan artıq bitki yağı, 19 ton un, 19 ton makaron, 18 tondan artıq vermişel, 2000 ədəd yataq dəstəsi, 50 ədəd generator, 110 ədəd çadır, 6000 kvadrat metr dam örtüyü dəmir şifrlə və 30 kub metr taxta daxildir. В лице посольства Республики Таджикистан, Азербайджанской Республики от имени правительства Республики Таджикистан хотел бы поблагодарить за помощь, оказанную помощь со стороны Азербайджана, во-первых, самого президента Республики Азербайджана Илхама Гейдаровича, правительства Республики Азербайджана. Эта помощь не первый помощь, который и раньше азербайджанский народ выделил внимание в таких ситуациях, чрезвычайных ситуациях и оказал помощь таджикскому народу в такие трудные времена. И за это таджикский народ очень благодарны азербайджанскому народу.